isə gəlin şəhərlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah şəhərlərimizə rəhmət eləsin. Əvvəlcə sözü məktəbimizin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Almaz xanım həsrətə verir. Mirzə Qədim irsinin işığını paylaşaq təqdimatına yığışmış insanların hər birinin də özünün bir işığı var, bir nuru var. Mən artıq sözümü vermək istəyirəm. Həmin işığa toplaşmış bu nurlu insanların hər birinə. Ona görə də İskəndər bəy, Lalə xanım, Toğrul bəy bu layihənin icrası üçün ilk olaraq bizim məktəbi seçdiyiniz üçün sizin hər birinizə minnətdarlığımızı bildiririk. İndi isə sözü Mirzə Qədim irsinin işığına paylaşaq adlı layihəni icra edən tətbiqi sənət nümunələrinin qorunmasına və təbliğinə Yardım İctimai Birliyinin sədri Lalə xanım Sərdarlıya veririk. Belə bir söz var. Keçmişini unudanın gələcəyi olmur. Bizim tariximizi, mədəni irsimizi, Mirzə Qədimin qoyduğu mirası öyrənmək bugün bizim üçün çox vacibdir. Nəyə görə? Çünki sabahın nurlu işığını qurmaq üçün. Çox inanıram ki, bugün mədəniyyət işığını hər biriniz öz qəlbinizdə bir zərrə qədər olsa da aparacaqsınız. Layihənin müəllifi və rəhbəri, araşdırmaçı, tətbiqi sənət ustası İskəndər Sərdarlıya veririk. Bu layihənin ərsəyə gəlməsində iştirak edən başda Mədəniyyət Nazirliyi olmaq şərti ilə Qərbi Azərbaycan icmasına və bütün bu təhsil sistemində bax bu işdə bizdən yol gedəcək qurumlara, insanlara çox sağ ol deyirik. Nəyə görə bu Mirzə Qədim irsini belə yadımızda saxlamalıyıq daha geniş? Biz əslində Mirzə Qədim irsindən danışmaq üçün bizə saatlarla, günlərlə vaxt yetməz. Çünki o qədər müxtəlifdir, həm o tətbiqi sənət sahəsində, həm o Sərdar Sarayının müəyyən xanələrinin, güşələrinin o cür yaradılmasında çox mühüm rol olub. Həm bərpada, həm də digər sahələrdə. Mən indi qayıtmaq istəyirəm. Bir də mədəni irsi nəyə görə təbliğ eləməliyik, niyə öyrənməliyik? Biz bu sənətə əl vuranda məqsədimiz o idi ki, unudulmuş bir sənət növünü, el sənətini yenidən günümüzə qaytaraq. Təbii ki, bütün bugünkü mebellərin əcdadı olan sandıq mücrü artıq funksionallığını itirmişdi. Yəni, ona ehtiyac yox idi. Bugünkü mebellər, seyflər olan yerdə onu sevdirmək müşkül məsələ idi. Həm də ki, ona tələbatı yaratmaq. Onda biz fikirləşdik ki, bax elə biz o irsimizin zənginliyini, həm də Qərbi Azərbaycanda yerlə yeksən olan tarixi memarlıq abidələrinin elementlərini və fəlsəfəsini daşıyaq bax belə dekorativ tətbiqi sənət nümunələrinə. Yəni bu
sandıq mücrü olmaya da bilər. Digər dekorativ tətbiqi sənət sahəsində də bunları eləmək olar. Əsas metodologiyanı da qurmaqdır. Biz o metodologiyanı qurduq ki, həmin metodologiya əsasən biz nəinki Qərbi Azərbaycanda, dünyanın istənilən nöqtəsində tarixdən silinmiş, yəni tarixdə adı qalmış, amma özü silinmiş və yaxud da rəvayətlərdə yaşayan, məsələn, burada Urud abidələrinə həsr olunmuş bizim əsərimiz var. O Urud abidələri artıq yoxdur. O daş sanduqələr, onların heç nə qalmayıb orada. Sadəcə keçmişdə araşdırma zamanı onların fotoşəkilləri qalmışdı. Bax, yeni texnologiyalarla, yeni metodologiya ilə biz oradakı Urud abidələrindəki əsas fəlsəfəni bax bu əsərlərə gətirə bildik. Sözü veririk. Professor, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat Fakültəsinin kafedra müdiri Misir müəllim Mərdanova. Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə belə bir layihənin təqdimat mərasiminə toplaşmışıq. Eyni zamanda üçüncü bir vacib məqam da ondan ibarətdir ki, burada olanın hər biri, bizim hər birimiz görürük və borcumuzdur ki, hər yerdə deyək ki, bugün Azərbaycanın məktəbi də var, müəllimi də var, şagirdi də var və heç kəs bu işə kölgə sala bilməz. Və bu layihə çox vacib bir layihədir. Burada əsas söhbət Qərbi Azərbaycandan, əsas söhbət Qərbi Azərbaycan həqiqətlərini siz gənclərə çatdırmaqdan və Cənab Prezidentin tövsiyəsi ilə hazırlanmış qayıdış proqramının həyata keçirilməsindən ibarət. Ona görə biz Qərbi Azərbaycan haqqında, İrəvan haqqında nə qədər çox bilsək, o qədər irəliyə getmiş olarıq. Və bu layihənin də əsas məqsədi ondan ibarətdir ki, siz yaxşı dediniz də, məsələn, silah hazırlayan öz silahınla qabağa gedir, alim elminlə gedir, müəllim məktəbinlə gedir. Sizin məktəbin də hazırladığı silah bu gün burada göstərilən Azərbaycan inciləridir. Çox böyük zəhmət çəkirsiniz. Mən Sərdarlıların evində olmuşam, Novxanıda. Orada bir stəkan çay içmişik. Bizə də bir hədiyyə veriblər. Evdə ən baxımlı yerdə onu saxlayırıq, sağ olun. Çox böyük iş görürlər, mən sizə deyim ki, çox böyük iş görürlər. Yəni, hər hansı bir beynəlxalq sərgidə bu hazırlanmış əsərlərin göstərilməsi və bunun Azərbaycana məxsus olmasını göstərmək mənə belə gəlir çox böyük işdir. Sizə bu işdə uğurlar arzulayıram. Sözü veririk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmova. Bu tədbir Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olan Qərbi Azərbaycan qayıdış, Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəyərli bir töhfədir. Cənab Prezident elan edib ki, biz o torpaqlardan gəlmişik, məcburi surətdə bizi qovublar, Zəngəzur da, Göyçə də, İrəvan da bizim ata-baba torpaqlarımızdır, biz o torpaqlara qayıdacağıq. Yəni, bu layihələrində məqsəd odur ki, siz gənclər bilməlisiniz ki, indi Ermənistan deyilən ərazi bizim dədə-baba torpağımızdır. 1805-ci ildə, 1813-cü ildə, 1828-ci ildə bu sülh müqavilələri ki, deyirlər, sizin də kitablarınızda yazırlar, Türkmənçay, Kürəkçay, Gülüstan sülh müqavilələri, bunlar sülh müqavilələri deyildi. Bunlar bu millətin faciəsinin əsasını qoyan kağız parçaları idi ki, onlar biz sivri qələm bizi məhv elədi. Biz pərən-pərən düşdük.
Ondan sonra 1828-ci ildə 70 min Azərbaycanlı təxminən İrana və Türkiyəyə getdi. İndiki Şimal Azərbaycana gəldi. 1905-7-ci illərdə qırdılar, qaçdılar o tərəfə, bu tərəfə. 1918-20-ci illərdə 100 min insan oradan vətənindən didərgin düşdü. 48-53-cü ildə 100 mindən artıq insan qovuldu. İndi siz 100 minləri hesablayın 40-cı il, vurun hərəsini bir 6-7 adama görə nə qədər milyonlarla insanlar eli. Və 1987-91-ci illərdə isə 300 minə qədər insan Qərbi Azərbaycanı tərk elədi. Bu milyonlar deməkdir. Biz o torpaqları itirdik. Biz indi bu tədbirləri ona görə keçirdirik ki, siz başa düşəsiniz ki, biləsiniz ki, səbəbi nə idi? Biz o torpaqları nəyə görə itirdik? Və biz bugünkü Azərbaycanın, bu yaşadığımız Azərbaycanın, doğma Azərbaycan qədrini bilməliyik. Hörmətli konfrans iştirakçıları, əziz qonaqlar, Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq adlı layihə çərçivəsində birinci maarifləndirmə mərhələsinə həsr olunmuş tədbirimiz bununla da yekuna çatdı. Gəldiyiniz, təşrif buyurduğunuz üçün hər biriniz var olun.